Hamiləliyə necə hazırlaşmaq lazımdır? Bugün sizinlə hamiləliyin planlaşdırılması, yəni hamiləlik öncəsi müayinələr haqqında danışacağım. Çox zaman xanımlar müayinələr haqqında hamilə qaldıqdan sonra düşünür. Daha doğrusu ehtiyac bilir. Əslində bu sadə yoxlamalar məhz hamiləlikdən əvvəl olmalıdır. Çünki düzgün hazırlıq həm ana, həm körpə üçün çox önəmlidir. Bu yoxlamalar hansılardır? Necə aparılır? Bu müayinələri iki hissəyə ayıra bilərik. Birincisi, ümumi sağlamlıq yoxlamaları. Məsələn, qan təzyiqi və ürək-qan damar sisteminiz yoxlanılmalıdır. Bədən kütlə indeksiniz ölçülməlidir. Diş və ağız sağlamlığınız yoxlanılmalıdır. İkincisi, laboratoriya testləri. Ümumi qan analizi ilə anemiya və infeksiya riskiniz yoxlanılmalıdır. Qan qrupu və RH faktoru test edilməlidir. Hepatit B, C, HIV, siflis kimi infeksiyaları yoxlanılmalıdır. Şəkər və qalxana bənzər vəzi testləri icra edilməlidir. Bəzi immunitet testləri də aparıla bilər ehtiyaca uyğun olaraq. Hamiləlikdən əvvəl vitamin və mineral əlavələri qəbul etmək də vacibdir. Bunlardan ən önəmlisi fol turşusudur. Hamiləlikdən ən az 3 ay əvvəl başlamalısınız fol turşusunu qəbul etməyə. Bu körpənin sağlam inkişafı üçün çox önəmlidir. Lazım gələrsə dəmir, D vitamini, kalsium əlavələri də tövsiyə oluna bilər. Yaşam tərzi haqqında nəsə deməyimə ehtiyac yəqin ki yoxdur. Spirt, siqaret, zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Əlavə olaraq bildirmək istəyirəm ki, bu məlumatlandırıcı videolar hamiləliyə hazırlaşmaqdan doğum baş verməsinə qədər hər mərhələ haqqında olacaq. Növbəti mövzumuzda ən qısa zamanda necə hamilə qalmağın yolları haqqında danışacağıq. Bizi izləməkdə qalın.